Sual gəlib ki, notebook'un modelini de. Mən belə deyim ki, notebook televizor kimi deyil ki, bunu 2-3 dənə ehtiyac hissəsindən yığarsan. Bunun üçün mühəndislik lazımdır. Mən müəyyən parametrlər deyərəm ki, hansı parametrlərə əsasən seçim eləsəz, siz notebook'u keyfiyyətli ala bilərsiniz. Birinci olaraq notebook'un korpusuna baxmaq lazımdır. Aşağı marka modellərdə korpuslar ucuzlu materiallardan istifadə olunur. Çox vaxtı plasmasdır. Yüksək keyfiyyətə malik olan notebooklar alüminium korpuslu və bundan o yana baxa karbondur. Yəni buna magnevi splav da deyirlər. Bu korpusları və bunu belə əlinizi vurmaqla görəcəksiniz ki, bu nə qədər möhkəm materialdır. Çox vaxtı bunlar gamer notebooklarında istifadə olunur. Orta segment mən sizə təklif eləyərəm ki, alanda birinci olaraq DDR4 olsun, sonra SSD-si NVMe olsun və i5-dən aşağı prosesoru seçməyi məsləhət deyil. Çünki i5 siz alsanız, mən düşünürəm ki, təxminən 3-5 il ərzində sizin tələblərinizə uyğun olacaq. Qaldı video karta məsələsi. Əgər siz video oyunlar oynamayacaqsınızsa notebookda və 3D qrafika istifadə eləməyəcəksinizsə, video kartalı notebook alıb artıq pul vermək məsləhət deyil. Həm də ki, video kartalı notebooklar daha tez sıradan çıxır. Çünki video kartaların işləmə performansı yüksəkdir və yüksək performanslı qızır, geç soyuyur, tez xarab olur. Intel'in özünün prosesorunun video kartası adi istifadəyə polunu bəs edir. Intel'dan AMD seçimin eləsək, mən düşünərəm ki, bugün də düşünərəm ki, Intel daha yaxşıdır. Intel'in temperaturları aşağı temperatur. AMD həmişəki kimi qızır, bəli, performans yüksəkdir. Amma o performans nəyə lazımdır ki, hansı ki bir neçə ildən sonra xarab olacaq. Bir dənə bir şey məsləhət edeyim sizə. Notebookla telefon zaryadka eləməyiz. Notebookla speakerlər USB-sindən qoşub işlətməyiz. Notebookla hər hansısa bir tok çəkən avadanlıq qoşub istifadə eləməyiz. O onun prosesorunu yandırır.